Geç bala, geç. Geç, baba böyle, baba böyle. Geç. Mesela abi, adamı yattan çıkarmışsın. O bizi yattan çıkarıp. Cebiş! Ay Cebiş! Balaları eti koymak istersen. Adamlar deyirlər, qapını ne işin var deyirlər. Ada hansını aldınız var deyim bu qapını. Tez olun açın buranı. Açın buranı deyirəm size. Qonşu, ay qonşu. Sen Allah aşkına. Orada ne yürürsünüz? Ada rəhmətliyin oğlu adam burada ne diyer? Tez ol aç kapını, bombalar söküldü başımıza. Anas, ay kız, hara gittin? Üstümü ıslatmıştın. Bana bak, bizim uşağı görmemsen ki. Ne uşağı? Benim uşağımı dirəm də. Uşağın olur be ya. Qadam ağzı var, doğan vaxtımdır. Tanıyan dirəm də. Tanıyam, ben. Amanet də biri, amanet mi? Tanya, bahara gitti, yoxa çıxdı ki. Tanya! Adam Akedan, harda? Dayan ay bacı, tələsmə, çaşdırırsan beni. Hərəsindən 2 dənə verməli. Yaxşı tutma, nəzəri, keçni. Satmırıq, özümüzün ya qardaş, şey. Mənə bax, əki, qoşun biriyib aləmi. Deyəsən ablamıdır, ay bacı. Vatandaş, senedini. Qonşu, gel bir yerde yedik. Belki bir seninle bıraktılar bizi. Biter niye? Hiç kesin ihtiyarı yoktu bizi saklasın. Zamane pistir, yetene yetirler, yetmeyene taş atırlar. İcazı ver girimi koluma, ele bir üstüne erarvadı bıraksınlar bizi. Erarvadır da, pazara çıkmışız özümüz için. Yani benim ihtiyarım yoktu arvadımla pazara çıkın. Niye yoktu? Vay sen biri saldız yere. Gel bu yana cehenneme şey. Ayollar, Ha, oyun işgal sizindir. hayır, birinci defa görürüm onu. Yok, sizindir. Allah hakkı benimki değil, ben hiç onu tanımıram. Benimki olsaydı gelerdi yanıma da. Ha, indüskede de tavukçu kim bir şeydir. Sahibin gören kimi gelir yanına. Bu iş benim yüzüme de bakmak istemiyor. Ayollar, senetlerini göster. Kimi? Senetlerini. Ha. Bak bu benim azad olmam hakkında kağıt. Bu arayış. Bu da benim grijem. Grifki. Yani ayakta göbelek. Budaki sidik semde taş var. Ham yazılı. Sağ ol. Yani benim ayda bir defa arvadımla pazara çıkma ihtiyarım yoktu. Keçeriz. Əbülfəzə niye salam vermirsən? Ona göre ki alıversin. Deməli bizim cəmiyyətin düşmənidir. Lap ne olur olsun, ailesini ki saxlayır, uşaqları ki acından ölmür, dayı bəziləri kimi yox. Ben ona ne salam vereceğim, ne de salamını alacağım. Mən olmasaydım, səni çoxdan davaya aparmışdılar. İndi üstündən elədən beləyə, belədən də hələyə tanklar gedir. Bir o günü görsəydim, heç ölməzdim. Stola ne? Bu deyil zəmbilin içində. Belə getsə bu evdə heç nə qalmayacaq. Boş dəmdi var, bir də biz. Qalan nə varsa çıxaracağım bazara. Eşidirsən? Heç vecinə də. Ata, sən dezertirsən. Namik! Bu hardan gəlib sənin ağlı var? Hamı gedib davaya. Makedonun atası, Safuranın atası. Təkcə sən getməmsən. Deməli, Namik! Atoğuz istəyir ki, hamımız acından köpüb öləsiz. Geç, tez arzusuna çatar. Bunu tutuyorum, tez ol! Ruşun var ha. Mene bak, yerimi kılırsam Ben onu ardan tapım indi. Aşı burada şimdi olar, yer çalır. Bir şey var ha, aman sesi, ruşun. Bunu götür o yana. Mene bak, mene biraz elif lazımdır. Biraz da kalsın soda, bir de zat. Şov heriflerin adı yadımdan çıktı. Ala burada hamısı yazılır. Eris var ha, lavravli. Bunların neyini üstten?
Sabun pişireceğiz. Sevili, iki eli bu safından mənə versin, nə savab iş görərdi. Kim pişirecek? Bir nefer var. O söz. Amma elə razı değil. Birden razı olmadı. Olar. Onun elə arvadı var ki, yumuşaldar onu. Yok deyirəm, birden razı Yaxşı da olmadı. uzatmadan ne deyirəm qulağa. Nə mən ismərə, Doğrudan ha. Razı olsaydı. Onda gəldir ki. Yaxşı da tez ol. Gel. Gel. Sevili, gələn var, tez elə əkil, tez elə görüm. Ha, her şey hazırdır. Başlamaq olar. Hələ pişirmək istəmir. İstəmir. Sındıralım ben onu. Sındırırım. Kızıl içinde üzeceğiz. Her gün uşaqlar et yiyecek. Et nedir? Tavuk çığırtması. Sıcak. Canım senesi oğlum oğlu. Bu zamanda sabun milyon demeydi. Sen onu bir tər başa sal, kalanı benim boynuma. İndi əli uşağın birinin apargıyla, birini de sonra gelip apararsan. Ben evimde böyle şeyler saklayabilmərəm. İşçi şahid axtarı bilsələr, 50 ayaqlı gedərim. Hı? Bu nədir belə? Sabun pişirmək üçün lazım olan şeylərdir. Tapmışım hamısını. Mən sabun pişirməyə fikrində deyiləm. Bəs nəyin fikrindəsin sən? Onun fikrindəsən ki, gözün görə balaları acından öldürəsən? Qulaq as mənə, sən başa düşmürsən axı. Sən başa düşmürsən ki, bu saat bütün dünya aclıq keçirir. Azından yarım milyard uşaq acdır. Hamının vəziyyəti ağırdır. Axı nəyə görə sənin uşaqların o birilərindən yaxşı yaşamalıdırlar, hə? Özü də cinayətlə qazanılmış bu hesabına. Yarım milyard olsun nə bilim nə qədər. Mənim nə işimə var? Mən istəyirəm ki, mənim balalarım sağ qalsın. Heç nə olmaz sənin balaları var. Amma böyüyəndə bilsələr ki, onların atası fırıldaqçı olub, utandıqlarından yerə girəcəklər. Amma mən də görsəm ki, onlar da böyüyüb ataları kimi acılacaq, onda da mən girəcəm yerə. Uşağa çörək lazımdır, başa düşürsən? Mən müəllimlik eləyirəm. Səngər qazıram. Gecələr yatmıram. Hamısını da ona görə eləyirəm ki, məni cəbhəyə aparmasalar da, xalqa, dövlətə bir xeyrim dəysin. Yatanda da bunu düşünürəm. Of, necə bağrıma basardım onu, necə basardım? Kimi? Həmin o tankı ki, səni basıcıydı. Heyf, mənə deyəm lazım idi. Ay axmaq, niyə qoymadın aparsınlar bunu fronta? Mən sabun pişirməyəcəm. Uşaqlar, dal durun, çəkilin indi Makedonla Nami'yi vuruşacaqlar. Vuruşacaqlar, dala durun. Buna bax, heç ömrümdə bizim bu Namiki vuruşan görməmişdim. Makedonu vurdu. Heç ağlıma gəlməzdi. Əgər bir vaxt başa düşsən ki, səni nəyə üstündə vurdular? Onda bəlkə səndən adam oldu. Salam Makedon. Yoxsa incimisən məndən? Nə olub sənə? Dərd çəkirsən ki, adını Makedon qoyublar. Əslinə baxsan Makedon heç bir saat deyil. Bu saat mən sənə qəribə bir şey göstərəcəyəm. Fizikanın özündə də bu qeyri-adi bir şeydir. Buraya. Bax, indi biz radionu şəbəkədən çıxardırıq. Çıxartdıq. İndi sən də, mən də barmağımızı qoyuruq bura. Qoyduq. Qorxma, nədən qorxursan? Tok vurmaz. Hə, indi gəl qulaqlarımızı bir-birimizə yaxınlaşdıraq. Sən sağ qulağımı, mən də sol qulağımı. Hə, eşidirik? Heç nə eşitmirik. Doğrudan da heç nə eşidimirik ki. Görəsən niyə belə olsun? Hə, aydındır. İzləriyyətsə məsələsi. Acından belə eləyirlər, Hə, çıx bunun üstünə, barmağı qoy bura. Bəs indi necə? Eşidirik? Musiqi verirlər. Deyirəm, sən nə eşidirsən? Çalırlar. Ata, görürsən niyə belə olur radiosuz? Hə, çox qəribə effektdir. Belə hallarda insan bədəni. Başdan ayağa suyun içindəsən ki,
Bəs pəncəyə nədir? Pencereyi indik. Penceremiz yoktur, əvəzində çireğimiz, yağımız, qəndimiz var. Yiyin benim şappanı balalar. Bəh, kül o faşistlərin tepesine ki, sen onların başında yumurta sındıracaksan. Hani evdedir? Salamın harda kaldı, ay cüvəlləri? Eybi yoktu, orada sen evde berkana durup oturmağı öyrederler. Sonra hala. He, Hani evdedir? Tanya neyinirsin? Hadi öz tayımı tapa ha. Vay, He, lap doğrucu əskərə oxşayır ki. Aparırlar bizi. gözlerim aydın. Geldim silah xudafizləşməyə. Olay sonradan məktub yazın. Hadi o mektupları ana o yazarsan. Sen hara? Onu ötürməyə. Cəbhəyə gedir axı. Bismillah. Ağzı yol üstünde yani, istattın beni ki. Boynum sunsun aytıkız. Su aydınlıqdır. Attım ki balon selamet qayıtsın. Allah ağzından eşit.